Adamın ətrafında bir dənə adam tapılmır ki, desin ki, Ramiz müəllim yaşlı adamdır, heç olmasa bu səviyyədə eləməyək. Yəni, bu təsəvvür edən, belə şəkildə deyən adam yoxdur. İndi çıxıblar nəyə? O oğlu ilə ki, öz ailəmində hərə birini ləkələmək istəyir. Bunlardan biri Qudrət Həsənquliyevdir. Qudrət Həsənquliyev bilirsiniz, Azərbaycan Xalq Cəbhəsi partiyasından öz partiyasını satıb ayrıldı. Yəni, Əli Kərimli satanlardan biri oydu. Necə ki, Əli Kərimli Elçibəyə xəyanət elədi, Elçibəyə vurdular. Elçibəyin qarşı bunların hamısını tutdu. Eləcə də Qudrət Həsənquliyev o vaxt Kamaləddin Heydəroğlu şeydən ayrıldılar. Nədir? Siz deyin. Xalq Cəbhəsindən ayrıldılar. Və buna bir dənə BAXACB, bütöv Azərbaycan Xalq Cəbhəsi partiyası bir partiya yaratdılar və buna da yaxşı maliyyə ayırdılar. Yaxşı maliyyə, 50 mindir, 60 mindir, nədir? Maliyyə ayırdılar buna. Və bütün Azərbaycan cəmiyyəti bilir ki, Rusiyanı dəstəkləyənlərin içində Qudrət Həsənquliyevin xüsusi bir xətti var özünün. İki başlı oynayır. Əslində Rusiyanı dəstəkləyir, amma onu elə dolayısı yollarla qıvıra gətir deyir ki, hər kəs elə var ki, Qudrət Həsənquliyev müstəqil danışır. Amma sənin pulu verən adamın adı Rusiya ilə hallanır. Məsələn, bu günlərim Kamaləddin Heydəroğlu'nun adı Şöyqü ilə hallanır. Çünki niyə? Şöyqünün qardaşı o vaxtı bir qızla evlənir. Daha doğrusu evlənmir, saxlaması olub, qız hamilə qalır. Bunları nəsə vurmaq istəyirlər. Şöyqü o vaxtı Kamaləddinlə danışır, göndərirlər bunu deməli Bakıya. Kamaləddin Heydəroğlu'nun villasında bu qalır. Həmin xanım burada doğur. Övlad dünyaya gətirir və onların arasında kesin dostluq münasibəti yaranır. Kamaləddin elədi bu jestə görə. Və hər kəs bilir ki, Rusiya Fövqəladə Hallar Nazirliyindən, Müdafiə Nazirliyindən, Rusiyanın digər qurumlarından Kamaləddin Heydəroğlu münasibətləri əladır. Əladır. Və onu maliyyələşdirən də Kamaləddin Heydəroğlu. Yoxsa Qudrət Həsənquliyev də o boyda pul hardan gəzir ki, Qudrət Həsənquliyev bu qədər bir kollektiv saxlayıb, partiya saxlayıb. Necə saxlayıb bu partiyanı? Bu qədər ofisləri nəyin puluna, kimin pulu ilə saxlayır?